Salam uşaqlar. Bugünkü videoda 5-ci sinif səviyyəsində natural ədədlərin toplanması və çıxılması haqqında danışacağıq. Deməli biz toplama və çıxma əməlləri apardıqda, çıxma əməlində elementlər azalan, çıxılan fərq olaraq, toplama əməlləri isə toplanan cəm olaraq adlanırdı. Burada toplanan, cəm, azalan, çıxılan fərq. Deməli, iki natural ədədin fərqi həmişə azalandan kiçikdir. Kiçik versus azalan, çıxılan fərq həmişə azalandan kiçikdir deyil. Burada fərq azalandan hər zaman kiçikdir deyil. Çünki azalandan həmişə müəyyən bir ədəd çıxır və fərq alır. Amma natural ədədlərdə cavab həmişə natural ədəd alınırsa, azalandan həmişə kiçikdir. Bu natural ədədlərə aiddir. Bunu yadda saxlayaq. Natural ədədlər üzərində cəmləmədə isə cəm hər zaman toplananlardan böyük olur. Amma bu qayda sadəcə yadınızda saxlayın ki, natural ədədlər üzərində keçərlidir. Gələcəkdə digər ədədləri keçəcək ki, bu cəmləmələr onlar üzərində daima doğru sayılır. Toplama və çıxma əməlləri dedikdə aşağı siniflərdə yadınıza salaq ki, biz alt-alta toplama və alt-alta çıxmanı öyrənmişdik. Alt-alta toplama, alt-alta çıxmada toplanan ədədlər birinci toplanan və ikinci toplanan olaraq alt-alta qeyd edilirdi və hər bir mərtəbə toplanaraq aşağıda, xəttdən aşağıda yazılırdı. Digərində isə azalan üstə yazılırdı, azalan, sonradan çıxılan qeyd edilirdi və hər bir mərtəbə digər ədədin mərtəbəsindən üst-üstə düşməli idi. Necə təkliklər, onluqlar, yüzlüklər. Və hər bir mərtəbə vahidi qonşudan bir rəqəm götürərək, əlavə olunaraq bir onluq götürərək çıxılıb qeyd edilirdi. Bunu biz bilirik. Bu səfər isə daha çox şifahi toplama və çıxma əməlləri üzərində əməliyyatlara baxarsınız. Amma ilk növbədə toplamanın xassələri, yeni bilik olaraq toplamanın xassələri haqqında danışır. Bu xassələri siz mütləq yadda saxlamalısınız, yəni vacib bir şeydir. Birincisi xassə belədir ki, sıfırla toplama. İstənilən ədədi sıfırla cəmlədiyimizdə ədədin öz alınır. Bunu ədəd oxunda yoxlaya bilərik ki, niyə görə? Topladığımızda və aşağı siniflərdə nə edirik? Durduğu yerdən, əgər biz birin üzərinə 2 gəlirdiksə, bərabər edir 3-də. Deməli, 1-də dururdu, 1-dən 2 adım atırdıq sağa. 1, 2. 3-də dayanırdı və cavab 3 olmuş olurdu. Bu şəkildə. İndi isə təsəvvür edin ki, hər bir ədədin başlanğıc nöqtəsi 0 nöqtəsidir. Yəni onun üzərinə 1 də əlavə edə bilərsiniz və yaxud da 2 əlavə edə bilərsiniz. Hər dəfə əlavə etdəsi, yəni getdiyi adımlar mütləq əlavə olunan ədəd qədər getdirilən adımlar üst-üstə düşür. Yəni 2 adımda getsə 2-nin üzərinə düşəcək, 3 adımda getsə 3-ün üzərinə düşəcək, 4 adımda getsə 4-ün üzərinə. Ona görə də 0 plus istənilən ədədin özünə bərabərdir. Bu sıfırla toplama xassəsidir. İkinci xassə deyir, yer dəyişmə xassəsidir. Yer dəyişmə xassəsində toplananların yerini dəyişdikdə cəm dəyişmir. Toplanan dedikdə hər hansı bir A ədədinin üzərinə hər hansı bir B ədədi gəlirik və C almış oluruq. Və yaxud da B ədədinin üzərinə hər hansı bir A ədədi gəlib C almış oluruq. Onun isbatını, yəni doğru cavabı niyə görə elə aldığını yenə ədəd oxu üzərindən yoxlaya bilərik. Əgər biz bura 2 plus 3 yazsaq, cavabın 5 olduğunu bilirik. Amma 3 plus 2-nin də 5 olduğunu doğrulayaq. İlk növbədə 2. 2-nin üzərinə 3 gəlirəmsə, 2 addımla işarə qoyuram və 3 addım irəliləyirəm. 1, 2 və 3. Bu 5 nöqtəsində dayanmış olur son nöqtə. Deməli cavab 5-dir. İndi isə başqa cür yoxlayaq. 3-ün üzərinə 2 gələr. Bu səfər 3-ün üzərinə. Yenə nöqtəmi 3-də işarələyirəm və 2 addım gedirəm. 1 və 2. Yenə nöqtə, son nöqtə 5-in üzərində durur və cavabımız 5 olur. Deməli, istənilən ədədi toplananların yerini dəyişdikdə cavab dəyişir. Üçüncü xassəmiz isə qruplaşdırma xassəsidir. Qruplaşdırma xassəsi deyir ki, qruplaşdırma xassəsində güt-güt toplananları qruplaşdırdıqda cəm dəyişir. Necə yəni? Biz necə ki, toplananların yerini dəyişdikdə cəm dəyişməkdir. Qruplaşdırdıqda təqribən tutaq ki, bizə 3 dənə ədəd var. A ədədimiz var, plus B ədədimiz var və üzərinə C ədədi gəlir. Bu da hər hansı bir D cavabını alır. Yəni cəm D-yə bərabərdir. Ya mən bunu tək-tək toplaya bilərəm, ya da bu şəkildə eləyə bilərəm. A-nın üzərinə birinci B-ni gəlirəm
Daha sonra C-ni əlavə edirik və onda da Y-nə D almış oluruq. Bu xassə bunu verir. Və yaxud da A-nın üzərinə B ilə G-nin cəmini gəlir. Yenə orada D almış oluruq. Bu xassə bunu deyil. Gəlin indi bunun isbatına baxaq ki, həqiqətən beləmi? Ən azı bir misal yazaq. 6 plus 2 və üzərinə 2 gəldi. Bunun cavabı biz bilirik ki, 6 plus 2 8'dir. 8 və 2'nin toplanması da cavab 10 eləyir. İndi isə və yaxud da 6'nın üzərinə 2 plus 2 gəlir. Bu da 10. Çünki biz bilirik ki, 6'nın üzərinə 2 plus 2 4 eləmiş olur. 6 ilə 4'ün cəmi 10 eləyir. Gəlin bunun isbatını niyə görə belə olduğunu əminlik deyə ədəd oxunduğuna baxa bilərik. İlk növbədə neyniyək? 6 ilə 2'nin mötərizədə cəminə bax. Yəni ilk növbədə mötərizə həll olunur. İfadələrdə, əməllərdə hardakı mötərizə görsəz bu işarəni, çöldə olan işarədən fərq etməz. İlk növbədə mötərizənin içərisini həll edilir. Daha sonra kənar hərflərə, kənar ədədlərə baxın. İndi isə baxaq. 6'nı işarələyək. 6'dan başlayır. 2 addım gedib. 1, 2. 8'də dayandı. İndi isə o bir əməl. 8'in üzərinə 2 gəlir. Başlanğıc nömrəsindən 2 götürək. Və fərqi nə varsa, bu ardıcıl gedən addımlar deyil. 8'dən başladım. Başlanğıc nömrə 8. 8'in üzərinə 2 addım gəldim. 10'da dayandım. İndi isə başqa cür edək. 6'nın üzərinə bu səfər 2 plus 2'ni gəlir. Yəni 6'nın üzərinə neçə addım getmiş oluruq? 2, 4 addım. Bu 4 edilir. Deməli 4 addım 6 üzərinə. Və ədəd oxunda ilk növbədə nəyi demişdik? İkinci xassə, yerdəyişmə xassəsi. Yəni burada yerdəyişmə xassəsindən də istifadə edə bilərik. Burada 6 plus 4 10 eləyirsə, yerdəyişmə xassəsində yerlərini dəyişsək də cavab dəyişmir. Onda 4 plus 6 yazaq biz bunu. Onu belə eləyək. 4 plus 6 yazırıqsa, ədəd oxunda yenə qeyd edək. 2'ni qeyd etdim. 2 üzərinə 2 gəlirəmsə, 1, 2, 2 addım atmış oluruq və 4'də dayanır. İndi isə 4'ün üzərinə 6 gəlmiş yaxın. Bu da 10 edir. İndi isə 6 addım ataq. 6 addım. 1, 2, 3, 4, 5, 6. Yenə 10'un üzərində. Deməli, ədədləri toplamanın yerdəyişmə xassəsindən istifadə etsək və qruplaşdırma xassəsindən. Cüt-cüt qruplaşdırıb toplasaq da cavab heç vaxt dəyişmir. İndi isə gəlin toplama üsulundan danışaq, bayaq dediyim kimi. Biz alt-altına toplama üsullarını, çıxma üsullarını keçmişik ki, bunlar yazılı üçündür. Amma uyğun mərtəbələrin toplama üsulu vardır ki, bu da şifahi hesablamaq üçün çox əlverişlidir. İlk növbədə uyğun mərtəbələrin toplamaları deyildə nəzərdə tuturuq. İlk növbədə 2 ədəd seçək. Hər hansı bir ədəd yazdım. Məsələn, 5640. Və onun üzərinə 1512 gəlir. Bunun cavabını toplamaq lazımdır. İlk növbədə gəlin belə edək. Mərtəbələri, uyğun mərtəbələri hər bir ədədi uyğun mərtəbələrinə ayıraq. Deməli, uyğun mərtəbələrin toplaması üsulunda nə edirik? Hər bir ədədi uyğun mərtəbələrinə ayırdıq, yəni mərtəbələrin cəm şəklində yazırdıq. Biz natural ədədlərdən öyrənmişik ki, mərtəbələrin cəm şəklində necə yazılır? Hər bir mərtəbəni mərtəbə vahidinə vururduq, toplayırdıq. Deməli, birinci, burada 5000 deyilirsə, minliklər mərtəbəsini qeyd edirik. 5000 və 5000'i yazırıq. Sonra üzərinə yüzlüklər mərtəbəsini gəlirik. Yüzlüklər mərtəbəsində neçə dənə yüzlük var? 6 dənə yüzlük var. 600. Sonra onluqlar mərtəbəsi. Onluqlar mərtəbəsində neçə yüzlük onluq var? 4 dənə onluq var. 40. Və təkliklər mərtəbəsində ədəd yoxdur. 0. Yəni var. Yox. İndi isə gəlin ikinci ədədimizə baxaq. İkinci ədədimizi mərtəbələrin cəm şəklində yazaq. Gəlin mərtəbələrin cəm şəklində yazaq. Bir dənə, mən minliklər mərtəbəsində bir dənə min var. Qeyd edirəm. Deməli, yüzlüklər mərtəbəsində 5 dənə yüzlüyümüz var. 500 yazıram. Onluqlar mərtəbəsində bir dənə onluğumuz var. 10 yazıram. Təkliklər mərtəbəsində də 2 dənə vahidimiz var. Olduğu kimi qeyd et. İndi isə bunun hesablanmasına gələk. Bu ədədlər əməliyyatların hesablanmasına. Hər bir mərtəbəni digər mərtəbə ilə toplayırıq. Yəni təkliyi təkliklə, onluğu onluqla,
Yüzlüyü yüzlüklə, minliyi də minliklə. Ta ki bu trilyon da olsa, milyon da olsa eyni şəkildə davam edir. Toplam əməlini yerinə yetirmiş olur. Gəlin toplayaq. Birinci baxaq. 5000'i 1000 ilə topladıqda 6000 edir. Qeyd edirik. Üzərinə 600 ilə 500'ü topladıqda 1100 edir. Burada yazaq. Sonra 40 ilə 10'u topladıqda 50 eləyir. 0 ilə 2'ni topladıqda 2 eləyir. Cəmdə isə almış oluruq ki 7152 yazırıq. 7152. Budur, hesablamış olduk. Eyni şəkildə uyğun mərtəbələrin toplanmasını, uyğun mərtəbələrin çıxması üsulu ilə də yerinə yetirək. Baxaq görək ondan necə yazmış ola bilər. Bunu analoji yəni eyniliklə qayda olaraq çıxma üsuluna yerinə yetirək. Çıxmada bu səfər də başlayaq yazaq. Gördüyünüz kimi yenə eyni şəkildə uyğun mərtəbələrin çıxılması üsulunda da yenə hər bir mərtəbəni, mərtəbələrin cəmi şəklində yazdıq. Bax gördüyünüz kimi. Amma orada da bir fərq var ki, bu səfər həmin mərtəbələr, uyğun mərtəbələr bir-birindən çıxır. Yəni başlayaq çıxmağa. 5000-dən 1000-i çıxdıqda 4000 eləyir, qeyd edirik. 600-dən 500-ü çıxdıqda 100 eləyir. Və 40-dan 10'u çıxdıqda 30 eləyir. 0-dan 2'ni çıxa bilmirik deyə biz götürüb bir dənə onluğu, buradan bir onluğu götürüb bura verə bilərik və bura bir onluq verdiyimiz üçün götürək yazaq. Gəlin bir dəqiqə. Götürək bura yazaq 20. Çünki bir onluğu veririk 2'yə. Yazırıq 20. Ondan da bura 10 eləyir, bir onluq bura gəldi. Ondan 2 çıxdığımızda eləyir 8. Topladığımızda 4128 almışıq. 4128. Bu da belə. Gəlin indi sizə bir şey deyim. Əgər burada, mən bunu silmək yadımdan çıxıb, burada olduğu kimi qalır. Deməli, əgər burada fikir versəz, tutaq ki, bunu silim. İndi deyirsiniz ki, bütün mərtəbələr bir-birinə uyğun gəlir. Ya bir-birinə uyğun gəlməzsə, yəni burada 512 olsun. Yəni 5640-dan 512 çıx. Onda neyiniz? Yenə mərtəbələrinin cəmi şəklində yazırıq. Bu səfər burada 1000 var idi. Minim, yəni minliklər mərtəbəsi boş olduğu üçün, bax minliklər mərtəbəsi boşdur. Ona görə ora 0 yazılır. Yenə də eyni şəkildə 5000-dən 0 çıxdığımızda 0 alınır, 5000 alınır. Üzərinə 600-dən 500 çıxdığımızda nə almışdıq? 100 almışdıq. Buradakı proses də eyni şəkildə davam edir. Üzərinə 20, 28 gəlir. Eləyir 5128. Bu qədər. Yəni mərtəbələri, əgər olmayan mərtəbələr görürsünüzsə, onun yerinə 0 əlavə edib hesablaya bilərsiniz. Əgər çıxmadırsa, fikir versəz, burada ədəd yox idisə, digər mərtəbədən götürüb avtomatik şəkildə hesablaya bilərsiniz. Çünki 0-dan 2-nin çıxılması, gələcək dövrlərdə 0-dan 2-ni çıxaraq bura qeyd etməyi öyrənərsiniz. Amma indi hələ ki sizə bu şəkildə daha rahat olur.